Dünya dövlətlərinin 26-cı ilin büdcə planlaşdırılmasını ümumiləşdirsək, 3 tendensiya aydın görünür. Tarif və ticarət savaşları güclənib, iqtisadi embargolar artıb, hərbi və təhlükəsizlik xərcləri daha da böyüyüb. Nəticədə bir çox ölkələr üçün büdcə siyasəti iqtisadi inkişafdan çox geosiyasi sabitliyə və təhlükəsizlik risklərindən qorunmağa yönəlib. Hökumət 82 milyard dollardan artıq strateji valyuta ehtiyatlarının və cəmi 5,1 milyard dollarlıq xarici dövlət borcunun yaratdığı maliyyə təhlükəsizliyi fonunda növbəti ildə ənənəvi büdcə artımı siyasətini davam etdirməyəcək. Xatırladaq ki, 20-ci ilin pandemiyasına olmaqla 18-24-cü illərdə dövlət büdcəsinin illik artım tempi ortalama 6% olub, ayrılıqda 18-ci ildə 24% təşkil edib. Deməli, neft hasilatı yüksək səviyyədə qalsaydı belə, dövlətimiz gələn il idarəetmə və institusional islahatları dərinləşdirməkdən, səmərəsiz xərcləri azaltmaqdan, şəffaflığı və hesabatlığı gücləndirməkdən imtina etməyəcəkdir. Paytaxtdan bölgələrə qayıdış üçün neft gəlirlərinin azalması həm də fürsətdir. Ona görə də büdcə layihəsi neftdən fərqli olaraq tükənməyən zəfər səlnaməsinə, dövlət institutlarının monolitliyinə, ölkə başçısının beynəlxalq nüfuzuna, qlobal tərəfdaşlarımıza, daxili siyasi həmrəyliyə və vətəndaş sülhünə söykənməlidir. O zaman büdcə təkcə rəqəmlər toplusu deyil, həm də xalqın gözlənti və arzularını ifadə edən milli strateji sənədə çevriləcək. Son 2 həftədə büdcə layihəsi ətrafında aparılan media və ictimai müzakirələr ən azı gəlir və xərc maddələri qədər əhəmiyyət daşıyır. 42 milyard manata yaxın böyük maliyyə tutumlu, Gürcüstan və Ermənistanın birlikdə formalaşdırdığı 20,3 milyard dollarlıq büdcəni 1,3 dəfə sosial sahəyə həmin ölkələrdə yönlənən vəsaiti isə 4 dəfə qabaqlayan bizim bütövlük büdcəsi ilə bağlı. Təəssüf ki, sənəd hələ geniş ictimai müzakirələrə çıxarılmamış, əks media məzmunları formalaşdırıldı, hətta hakimiyyətə yaxın təhlilçilər belə inamlı mesajlarda tərəddüd göstərdilər. Cərimələr, vergi dərəcələrinin artırılması, güzəştlərin ləğvi və ixtisarlarla bağlı sosial mediada gündəlik tirajlanan fərziyyələr sosial bədbinlik yaratmağa, büdcə layihəsini ictimai müdafiədən məhrum etməyə yönəlmişdi. Halbuki, əhali ilə kommunikasiyanı gücləndirərək, nailiyyətləri izah etməklə yanaşı, problemləri də açıq söyləməliyik ki, dövlətin siyasəti xarici düşmən tribunalarından qorxulu senarilər kimi təqdim olunmasın. Uğurlarımız çoxdur, vətəndaşlarla ünsiyyət platformalarımız isə limitsizdir. Ulu Öndərin 90-cı illərdə büdcəmizin durumu fonunda xalqı inandırma ayrıca bir fenomenal dövlət siyasəti kimi hər zaman qüvvədə saxlanmalıdır. 8 avqust Vaşinqton zirvəsi 90-cı illərin əsrin neft müqaviləsi kimi yeni yüzilin tarixi anlaşmasıdır. Razılaşmalar büdcəyə yalnız cari ehtiyaclar üçün deyil, həm də regionu açanda qlobal iqtisadi layihələr baxımından yeni yanaşmalar tələb eləyir. Müharibə riskinin aradan qalxması və sülh müqaviləsinin gələn il imzalanması perspektivi qarşıdakı 10 ildə ümumi regionda 2 milyondan çox iş yerinin açılmasına təkan verə bilər. Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq. Əhalinin illik 100 min nəfər demoqrafik artımı ilə yanaşı, Rusiya-Ukrayna müharibəsi fonunda ölkəyə qayıdanların sayında son 5 ildə 18 yaşdan yuxarı əhali 1,2 milyon nəfərdən çox yüksəlib. Məsələn, 20-ci ildə 5,2 milyon olan seçici sayı 24-cü ildə 6 milyon 450 min nəfərə çatıb. Deməli, uzun illərin immiqrasiya axınlarında əks proses gedir. Qayıdanların sosial statusu, bacarıq və təcrübə məlumatlarının toplanması çox önəmlidir. Orta və onların bölgələrə yönləndirilməsi vacibdir. Orta illik temperaturun iqtisadi zonalar üzrə fərqli olduğunu nəzərə alaraq, sərhəd kəndlərində, xüsusi vurğulayırıq, sərhəd kəndlərində elektrik və qaz tariflərinin 3 dəfə azaldılması, təkcə sosial deyil, həm də təhlükəsizlik əhəmiyyəti daşıyan daxili miqrasiyanı tarazlaşdırar, büdcəyə ciddi etkilər yaşatmazdı. Gələn il yanacağın qiymətləri ilə bağlı ictimaiyyətdə müəyyən suallar var. Çünki yol vergisindən daxil olmaların 45 milyon manatdan 131 milyon manata çatacağı proqnozlaşdırılıbdır. Hesablama palatası satış həcminin dəyişməyəcəyini bildirirsə, qiymət artımı ehtimalı barədə aydınlıq gətirilməsi iqtisadiyyata müsbət siqnal olardı. Əmlak məsələləri dövlət xidmətinin məlumatına görə dövlətin balansında olan 10 minə yaxın qeyri-yaşayış obyektinin yalnız 30%-i icarəyə verilir.